Bugünkü dərsimizin mövzusu Microsoft Word 2007 proqramında cədvəllərin yaradılması olacaq. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Word proqramının digər versiyalarında olduğu kimi Microsoft Word 2007 proqramında da cədvəl yaratmaq mümkündür. Bunun üçün bir neçə prosedur ardıcıllıq hökmən yerinə yetirilməlidir. İlk növbədə biz menunun Vstavka bəndini seçirik. Bunun üçün mausun sol düyməsini əvvəlcə Vstavka bəndinə yaxınlaşdıraq, sonra üzərində bir dəfə sıxaq. Açılmış Vstavka lenti üzərində biz yerləşdirmək istədiyimiz müxtəlif əmrlər toplusunu görürük. Əgər bizə cədvəl yerləşdirmək və yaxud da cədvəl yaratmaq lazımdırsa, bunun üçün ilk növbədə burada tablitsa adlanan xüsusi düyməni görürsünüz. Və həmin düymə üzərində sadəcə bir dəfə sol düyməni sıxmaqla cədvəllə bağlı bütün əməliyyatlar ardıcıllığına buradan keçid almaq olar. Əgər biz sənədimizə tez bir zamanda formatlaşdırılmamış cədvəl yerləşdirmək istəyiriksə, bunun üçün aşağıdakı prosedur ardıcıllığı yerinə yetirmək hökmən vacibdir. Əvvəlcə Vstavka tablitsa adlanan sətrə və eləcə də onun aşağısında olan tora diqqət edir. Biz mausun göstəricisini həmin tor üzərində yaxınlaşdırsaq və əvvəlcə sağa, sonra isə aşağıya doğru istiqamətlənib çəksək, bu zaman müəyyən cədvəlin yaradılmasını artıq şahidi olmuş olarıq. Hal-hazırda bizdə 5 sütundan və 5 sətirdən ibarət olan formatlaşdırılmamış cədvəlimiz artıq sənədimizə yerləşdirilib. Əməliyyatın təsdiqi üçün sadəcə torun üzərində mausun sol düyməsini bir dəfə sıxmaq yetərlidir. Sağ olun.